قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala men la nebiyye ba'dahu emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, qardaşlar, İbn Qeym Rahiməhullahın Dərd və Dəva kitabının davamını Allah Azə və Cəllə nəzərdən keçirib. Deməli, keçən dəfəm keçdik ki, kitabın ümumiyyətcə əsli nə üçün yazılmışdı? Necə olub yazılıbdı? Yəni, kitabın yazılma səbəbi nə idi? Bir nəfərin şeyxə ünvanladığı sualın üzərinə yazılıbdı. Hansı ki, o insan böyük bir imtihanlara mübtəla olunmuşdu. Aleykümselam. Və İbn Qeym Rahiməhullah ona elə bir cavab verdi ki, hansı ki, Allah Azə və Cəllənin izni ilə özündən sonra, yəni bu kitabla neçə-neçə insanlar böyük bir bəlalardan qurtulublar. Ona görə də qardaşlar, bu kitab həqiqətən də Allah Azə və Cəllənin rəhmətidir ki, yəni həqiqətən də bizə müvəffəq olub götürmüşük. Yəni, istifadə eləmək lazımdır. Çalışmaq lazımdır, yazmaq lazımdır. Çünki indi bu gün keçəcəyimiz mövzuda duanın növləri gəlir. Yəni, duanın Peyğəmbər sallallahu aleyhi ve sellem yəni, müstəcab olan duaları zikr edəcəkdir. Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem özü birbaşa o sözləri deyibdi ki, kim bu dualarla Allah Azə və Cəllə yalvararsa, onun duası rədd olunmaz. Burada işarə var ki, yəni bu ləfslərlə Allah Subhanahu taalaya yaxınlaşan insan, dua edən insanın duaları məqbuldur. Yetər ki, insan aradan maneələri qaldırsın və duanın ədəblərinə necə ki, gəlmişdi əvvəlki dərslərimizdə riayət eləsin və Allah Azə və Cəllənin izi ilə yəni onun duası rədd olunmaz. Və Şeyx Rahiməhullah deyir ki, Sünəndə, həmçində İbn Hibbənin səhihində rəvayət olunan hədislər ki, Abdullah İbn Bureydənin öz atasından rəvayət edir ki, Allah elçisi sallallahu aleyhi və səlləm bir kişinin belə dua etdiyini eşidir. Deyir, Allahümmə inni əsəlükə bi ənni əşhədu ənnəkə əntə la iləhə illə ənt. Baxın, nə deyir? Deyir ki, ey Rəbbim, mən şəhadət edirəm ki, həqiqətən də səndən başqa ibadətə haqq olan məbud yoxdur. Əl-əhədus saməd, sən təksən və sənin nöqsan, yəni bənzərin də yoxdur. Əlləzi ləm yəlid və ləm yuləd, doğmayan və doğulmayan, və ləm yəkun ləhu kufuvan əhəd və onun heç bir bənzəri olmayan Rəbsən. Fəqalə, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Ləqad səələllaha bi ismilləzi izə suilə bihi u'ta. Artıq o deyir, Allah Azə və Cəllənin elə bir adı ilə istədi ki, onunla istəniləndə verilər. Və izə du'iyə bihi əcəbə və fi ləfsin ləqad səəltəllaha bi ismin ə'zam. Deyir ki, və əgər dua olunarsa, icabət olunar. Və başqa ləfsə də deyir ki, Allah Subhanahu deyir, ən əzəmətli adı ilə dua eləmişsən. Ümumiyyətlə, qardaşlar, bir dənə burada Şeyx Abdurrazaq gözəl bir hissəyə toxunur. Baxmayaraq ki, yəni baxın, adam Allah Azə və Cəllə, yəni İxlas surəsində keçən elə bil ayənin formasında dua edir. Lakin baxın, Şeyx Abdurrazaq Hafizallah deyir ki, ümumiyyətlə tövhid elə bir şeydir ki, istəyir o insanın duasında olsun, istəyir insanın yaşayışında olsun. Yəni tövhid olan hissə Allah Azə və Cəllə ən sevimli olan əməldir. Ona görə də qardaşlar, kim həyatını tövhid üzərində qurarsa, İlk olaraq bilsin ki, onun duasının müstəcəb olmasına ən böyük səbəb tövhiddir. Bax, kim həyatını Allah Subhanahu təkləşdirmək üzərində qursa,
hər bir yerdə özünün təkcə Allahın qarşısında zəlilliyini ortaya qoysa, vallahi Allah Azza və Cəllə onu elə bir ucalıq verəcəkdir ki, hətta inanın ki, vallahi elə bir həddə gələr ki, insan dodağının altında Rəbbi ilə gizlincə dua eləsə, Rəbbi onu icabət edər. Səbəb nədir? Səbəb tövhiddir. Baxın, İbrahim aleyhissalam, ümumiyyətlə tövhid deyəndə İbrahim aleyhissalam yada düşür. Tövhidin atası deyirlər ona. Baxın, İbrahim aleyhissalam həqiqətən də tövhidi ortaya qoyan, yəni Allah Azza və Cəllə onu sınadığı zaman tövhidlə Rəbbinin qabağında zəlilliyini bildirən elə bir peyğəmbər olubdur ki, Allah Azza və Cəllə bütün ümmətləri onu sevdiribdir. Sən elə bir kəs tapa bilmərsən ki, İbrahim aleyhissalamı söysün. Yahudi, Nəsrani. Yahudilər deyirlər ki, İbrahim bizim babamızdır. Nəsranilər deyirlər ki, bizim babamız. Hamı özünü ona nisbət edir. Baxın, tövhidin həqiqətən də əzəməti hər yerdə nəyir? İnsanın həyatında, Allah Subhanahu qatında və insanlar qatında ucalmağına ən böyük səbəbdir. Ona görə də insan nə qədər tövhiddən payı azalacaqdırsa, onun qəlbinə şirkdən paylar hasıl olacaqdır. Ona görə İbn Qeym Rahimullah deyir ki, bu qəlb var ha, bu qəlb Allah Azza və Cəllə onu zikr etmək üçün yaradır. Ona görə bu qəlbə deyir, Allahdan başqaları girəndə qəlb deyir, narahat olur. Sanki deyir, necə ki balığı dənizdən çıxardanda partlayır ki, məni dənizə qaytar, ölürəm. Bax, insan deyir, o cür sıxıntılar keçirdir. Çünki Allahdan başqaları qəlbinə gedib ona görə. Və buna görə də İbn Qeym Rahimullah bu duaların elə belə gətirmir bu. Yəni, gətirir ki, insanın duasının icabət olunmağının səbəblərindən biri duasında Allah Subhanahu təkləşdirməsidir. Baxın, Kəb ibn Məlik radiyallahu anhu bir gün yolla gedəndə Peyğəmbər sallallahu aleyhi ve sellem onun qarşısına çıxır. Ona deyir ki, Allah Subhanahu kitabında ən əzəmətli ayə hansıdır? Demir az surə. Demir az Bəqərə surəsinin içindəki ən əfsəl ayə hansıdır? Deyir ki, kitabda, Quranda ən əzəmətli, ən əfsəl ayəndir. Kəb ibn Məlik radiyallahu anhu təvazökaran deyir ki, Allah və Rasulü bilir. Deyir, ey Kəb, bir də soruşur. Allahın kitabında ən əzəmətli olan ayə. Deyir ki, Allahu la ilahə illəhu, ayət-ül kürsün deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem onun sinəsinə yüngül vurur, deyir ki, Allah subhanətələ səni fəqihlərdən etsin. Həqiqətən də sən isafət etdi yəni. Ona baxın, qardaşlar, Kəb ibn Məlik radiyallahu anhu, yəni o yəni adam ona hansısa bir surədən bir hissə verilməmişdir. Adama sual verirlər, deyir ki, yəni bu da Quranın içində ən əfsəl ayə. Onlar Quranı o qədər tədəbbür edirdilər ki, o qədər oxuyurdular ki, onlar bilirdilər ki, Quranda ən əzəmətli ayə deməli ən çox Allahın adı keçən və tövhidin əsli olan ayə deməkdir. Və o da fikirləşir ki, bu şey ən çox harada keçir? Ayət-ül Kürsüdə keçir. Ona görə də baxın, insanın yəni yaşayışından və duasının qəbul olmağına səbəblərindən biri, yəni duasında tövhidlə Allah Subhanahu taala yaxınlaşmasıdır. Və sonra İbn Qeym Rahimullah gətirir ki, başqa bir hədisdə gətirir ki, İmam Tirmizinin cəmisindən fi hədisi Əsmə binti Yezid. Yəni Əsma binti Yezidin yəni hədisində gətirir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə demişdir. Deyir, Allahın ən əzəmətli adları bu iki ayənin içindədir. Və ilahukum ilahu vahid la ilahe illa huvər-Rahmanur Rahim. Yəni sizin ilahınız
tək olan, özündən başqa ibadətə haqqı olan, məbud olmayan, Rəhmən və Rahim olan Allahdır. Və həmçində deyir ki, və Al-İmran surəsinin əvvəlində olan Əlif Lam Mim, Allahu la ilahə illə huvəl hayyul qayyum. Və buna görə bəzi alimlər ümumiyyətlə yetkin olaraq gəliblər bu fikrə ki, həqiqətən də Allah Subhanahu taalanın ən əzəmətli olan adı hansıdır? Allah adıdır. Allah adıdır və çünki bütün adlar hamısı o ada qayıdır. Bütün adlar hamısı ona qayıdır. Çünki baxın, Allah Azza və Cəllə ayədə deyir ki, Huvallahu lezi la ilahe illahu. O Allah ki, ondan başqa ibadətə haqq olan məbud yoxdur. Sonra nə deyir? Alimul qeybi və şəhadə. Gizlini və aşkarı bilən. O Rəhməndir, Rəhimdir. Sonra deyir, Huvallahu lezi la ilahe illahu. O Allah ki, ondan başqa ibadətə haqq olan məbud yoxdur. Sonra Əl-Məlik, Əl-Quddus, bütün adları hara qaytarır? Allah Azza və Cəllənin Allah adına qaytarır. Ona görə nəyə görə deyirlər, qardaşlar? Baxın, Allah Azza və Cəllə qulunu sevir ki, qul ona tərif desin. Allah Subhanahu taalanın tərifləməsini Allah Subhanahu taala sevir. Və ümumiyyətlə Allah Subhanahu taala sevdiyi ibadətlərə də əzəmətli əcrlər qoyubdur. O ibadətlər ki, orada görürsünüz, əcrlər çoxdur. Deməli, orada Allah Subhanahu taala sevdiyi əməllərdir ora. İnsanları necə olar, təşviq edir ora. Görsən, misal üçün, cənazəyə qoyub, bir Uhud boyda, dağı boyda, cənazədə iştirak edənə savab qoyub. Əgər dəfində də iştirak edəsə, 2 Uhud dağı. Nəyə görədir ki bunlar? Səbəblər nədir? Yəni, orada fayda var, məsləhə var. Möminlər üçün, qardaşın üçün. İndi kimsə savab üçün gedir, kimsə Allah Azza və Cəllə sevir, insanlara yaxşılıq olunsun, möminlər darda qalmasın, cənazəsində insanlar çox iştirak etsin. Buna görə də əcrlər qoyub, əzəmətli əcrlər qoyub. Və Allah Subhanahu taalanın ən çox sevdiyi şeylərdən biri də qulun ona yaxınlaşmasını, onu tövhidlə məd etməsidir. Allah Subhanahu taalanın təkliyini iqrar etməsidir. Və həmçinin də ondan sonra öz zəlilliyini də ortaya qoymasıdır. Bunların hamısı, qardaşlar, Allah Subhanahu taalaya yaxınlaşmağın nədir? Yollarıdır. Sən elə bil ki, İbn Qeym Rahimullah bunları niyə görə gətirir? Yəni, kitabı anlamaq lazımdır. İbn Qeym Rahimullah bunları gətirir ki, bax, sənin bir ehtiyacın var, sıxıntıdasan, dara düşmüsən, bankrotdasan, xəstən var, dərdin çoxdur, hara yönəlmək lazımdır? Allah Subhanahu taala. Yaxşı, Allaha yönəlirsənsə, dua edəsənsə, necə dua eləyəsən, onu sənə göstərir. Allaha nə cür yaxınlaşasan. Və biz keçən dəfə o duanın ədəblərini zikr etdik. İndi duanın özündə belə deyir ki, Allah Azza və Cəlləni tərifləyəndə tövhid kəlməsi keçən zikirlərlə başlar. O duanın o hissələrlə başlar. Bu sənin duanın icabət olunmağına ən böyük səbəbdir. Bəzən insan tələsir, neyniyir? Duaya başlayan kimi birbaşa başlayır ehtiyacını istəmək. Tələsir. Amma sən əgər duanın qəbul olmağını istəyirsənsə, birinci Allah Azza və Cəlləni tərif etməlisən. Necə? Sənin ağlın, hamımızın ağlımız naqisdir yəni. Bizim ağlımıza nəmi kimi duaları gələ bilər. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellemin mücməl olan duaları var ki, elə bir dualardır ki, qısa sözlərlə böyük məsələləri əhatə edir. Və sən də o duaları öyrənməklə inşallah ki, düz hədəfə isabət etmiş olarsan Allahın izinə. Və həmçində Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədis gətirir ki, deyir, çalışın, deyir, Yə zəl-cəlali vəl-ikram. Bu kəlmə ilə Allah Azza və Cəlləyə çox yaxınlaşın. Deməli, birinci hansıydı dualarda? Allah Azza və Cəllənin deyir, Allahumma əs'alükə biənnə ləkəl həmd, la ilahə illə ənd, əl-əhədus saməd, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan əhəd. Yəni, Allah Subhanahu taalanı təkləşdirir və onun bənzərinin olmamadığını deyir və sonra nə edir? Və sonra Allah Azza və Cəllə dua edir.
Və ikinci də nədir? Sonra gətirir ki, Allah Subhanahu taalanın bu adından daha çox istifadə etmək lazımdır. Ya zəl cəlali vəl ikram. Davamiyyətli şəkildə. Belə yox ha, mən bunu deyim keçim yox. Yalvar Rəbbinə. Dualarında istimrarlı ol, davamiyyətli. Ya zəl cəlali vəl ikram. Qaldır əlini, yalvar. Ardıcıl, dalbadal denə. Ya zəl cəlali vəl ikram. Ya Rab, bunu mənə ver. Bax, ya Rab sözü, bax, bu adlar ki, hansı ki keçir bunlar sənin duanın icabət olunmağına nədir? Səbəblərdir. Və həmçinin də Allah Subhanahu taalanın dualarda daha çox insanı zikr etməsi lazım olan adlarından biri nədir? Əl-Hayy, Əl-Qayyum. Yəni Əl-Hayy nədir? Daim diri olandır. Əl-Qayyum kainatı idarə edəndir. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm Ənəs ibn Məlik radiyallahu anhudan rəvayət olan hədisdə deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləmi nə isə kədərləndirəndə və yaxud da hər hansı bir sıxıntısı olanda Allah azə və cəllə dua edəndə belə bu cür dua eləyərdi. Ya Hayyu, Ya Qayyum bi rəhmətikə əstəğithu. Ey hey olan, daim diri olan, ey qayyum olan Rəbbim, rəhmətinlə səndən yardım diləyirəm. Və həmçinin də Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, Allah Subhanahu taalanın ən əzəmətli adları 3 dənə surədə keçir. Bəqərə surəsində, Ali İmran surəsində və Tahə surəsində. Və alimlərdən biri deyir ki, mən bunu axtardım və tapdım ki, yəni Bəqərə surəsində olan Ayətül Kürsüdür. Allahu la ilahe illa huvel hayyul qayyum. İkincisi Ali İmran surəsində Əlif Lam Mim. Allahu la ilahe illa huvel hayyul qayyum. Aleykümselam və rahmetullah. Bir də Taha surəsində də وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّمِ. Yəni o gün hey olan, qayyum olan Allahın qarşısında bütün üzlər zəlil görkəm alacaqlar. Sonra İbn Qeym rahimehullah Allah Subhanahu taalanın icabət elədiyi duaların formalarından birində zikr edəndə deyir ki, necə ki Səd ibn Əbu Vaqqasın radiyallahu anhunun hədisində deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, Zənnunun, yəni Yunus aleyhissalamın duası o zaman ki o balığın qarnında olduğu zaman elədiyi dua nədir? Müstəcəbdir. O da hansıdır? La ilahe illa ent subhanek inni kuntu minəz zalimin. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnnehu lem yed'u biha muslimun fi şeyin qattun illə istəcəbəllahu ləhu. Yəni, elə bir mömin yoxdur ki, bu dua ilə dua eləsin, Rəbbim ona duası müstəcəb olmasın. Yəni, ona görə də, qardaşlar, səbəblərdən də biri nədir? Yəni, insanın bu dualarla Allaha yaxınlaşmasıdır. Yaxşı, burada nə var ki, hansı sirlər var ki, bu duada Allah Subhanahu taala onu məqbul edir. Deməli, insan, baxsaz ki, bura ki, Yunus aleyhissalamın duasına deyir ki, La ilahe illa ent. Birinci Allah Subhanahu taalanın yenə də tövhidlə təkləşdirir. Sonra nə deyir? Subhanak. Həqiqətən də sən paksan və bütün nöqsanlardan münezzəhsən. İnni kuntu minəz zalimin. Və sonra da özünün zəlilliyini bildirir. Və mən də zalimlardan almışam. Yəni, insan nə qədər Allah Azza və Cəllənin qabağında, qardaşlar, müqəssirliyini, zəlilliyini ortaya qoysa, Allah Azza və Cəlləni nə qədər tərifləsə, bu onun məqamının artmasına səbəb olur. Və ümumiyyətcə, insan bilməlidir ki, tək bir məqamdır ki,
insan o məqamda Allah Azza və Cəllədir. Yalnız o məqamda ki, Allah Subhanahu qabağında alçaldıqsa Allah Subhanahu ucaldır. Və insan nə qədər Allah Azza və Cəllənin qarşısında alçalmaqdan üz döndərərsə, Allahdan başqalarının qabağında alçalmağa məhkum olur. Bax bu, elə bir ki, bax belə deyək də, bir dənə qabdır, qabın içində ağ bir maye var, süddür. Bura nə qədər çay girsə, o qədər o süddən daşıb töküləcəkdir. Nə qədər çox tökəsən, o qədər çox daşılacaqdır. Töküləcək, gedəcək. Yəni, eynən də, qardaşlar, qəlbin yeri tövhiddir. Tövhid nə qədər insanın qəlbində kamil şəkildə olacaq, o qədər də insanın qəlbində şirkdən və insanların ümumiyyətlə rəğbət axtarmaq, riya, sumua, sonra şöhrət, başqa şeylər, kimisə təzim etmək, onu şişirtmək, bundan xeyri görmək, onun qabağında alçalmaq, bu şeylər sənin qəlbindən hamısı çıxacaq. Nə qədər girdisə, bil ki, sən haradasa tövhidindən kəsmisən ki, onlar girib qəlbinə. Ümumiyyətlə, qardaşlar, bu şeyləri sahabələrin, tabinlərin, sələflərin həyatına baxsan, çox görərsən. Bu şeylər çox danışırıq, hər yerdə danışırıq. Tətbiqə gələndə, vallahi görürsən ki, yəni o deyil. Mümkün deyil ki, insan tövhid əhli ola, qəlbi Allah Subhanahu sevgisi ilə, Allahın tövhidi ilə dola, Allah ona bərəkət vermiyor. Mümkün deyil bu. Deməli, bərəkət hasıl olmursa, deməli, nədəndir? Qardaş, tövhidin naqisliğindəndir. Baxın, İbrahim Aleyhisselamın həmişə o qissəni, yəni Quranda keçən qissədir da, onu bir dənə tədəbbür eləsə, insan tövhid əhli olanda saatlarla danışmağa ehtiyac olmur. Bircə kəlmə söz deyirsən, qabaqdakı şam kimi əriyir. İbrahim Aleyhisselam müşriklərlə görüşəndə gəlir, müşriklər. Nə deyirlər ona? Deyirlər ki, sən qırmısan bizim bütlərimizi. Bizim bütlərimizi kim qırıb deyir? Sən qırmısan? Deyir, o deyib, danışa bilirsə ondan sorulsun. O böyük var, o yekədir deyir, o güclüdür. O qırıbdır onları. Yəni, onun niyyəti onlarla istehza eləmək deyildi. Sadəcə onlara Allah Azza və Cəllənin hansı bir məbud olduğunu izah etməliydi. Və Allah Subhanahu nə deyir? Həmən an müşriklər qarma-qarşığa düşürlər. Bir kəlmə sözə bax. Bir kəlmə sözə. Oxşdurlar, düz deyir də, subhanallah. Düz deyir də, deyir, nətər siz danışmayan, heç bir hərəkət elə bilməyən, necə ibadət edirsiniz? Bax, bir kəlmə söz İbrahim Aleyhisselamın sözü. Görürsən, onların darmadağın elədi. Təzdəndən qayıtdılar özlərinə. Və bu, ümumiyyətlə, tarix boyu belə olur. Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılır. Qəbilə başçısı gəlib keçir, deyir, gedim görüm nə deyir o. Görüm nə danışır. Mən deyir, o boyda şairəm deyir. Mən bu qədər savadım var. Yəni o qədər mi yəni savadlı olub məni sözlə üstələyə bilər ki o. Yəni gəlir heç Peyğəmbər sallallahu əleyhi və səlləm ona dəvət eləmir. Yəni namazda Vaqia surəsini oxuyur. Peyğəmbər sallallahu əleyhi və səlləm namazını bitirəndə şahadət gətirir. Amma baxırsan ki, indi nədə insanlar saatlarla danışır, amma ortada heç nə yoxdur. Mən bunu bir qardaş danışıbdı. Yəni bizim Allah'ın adı zikr eləməyəcəm. Yəni qardaş tələbələrimizdən birini danışıb. Yəni. Deyir ki, atam ibadət əhli deyildi, deyir. Və neçə il deyir, daha doğrusu deyir, atam salih kişiydi. Sadəcə olaraq insanlara yaxşılıq edən adam idi, deyir. Sadəcə olaraq deyir, əhl-i sünnə namazı qılmırdı, deyir.
Amma insanlara çox yaxşılıq edən adam olubdur. Xeyirxah insan olub, deyir. Və deyir, neçə ildir bu insanı, deyir, hamı danışırıq. Deyir, yəni, bizə yəni məhəl qoymur, qulaq asmır. Yəni, bəlkə də qəbul eləmir onlardan. Deyir, günlərin bir günündə qardaşlar səfərə çıxırlar. Hesab eləyin ki, başqa bir istiqamətə getməlidirlər. Başları qarışır hansısa bir səbəblə ayrılırlar ki, başqa rayona gedib çıxırlar, bu tərəfə gedirlər. Deyirlər, subhanallah, biz niyə bu tərəfə getmişik yəni? Əslində biz elə bir şey, misal üçün də Şamaxıya getməlidirlər, sönüb bu tərəfə gedirlər. Özləri də bilmədən, yəni görüblər ki, yolun bir hissəsini gedirlər, deyir ki, gəlmişik də, orada qardaşı ziyarət eləyək gedir. Gediblər qardaşın evinə, atası da orada olur. Yəni, bizim tələbələrdən biri atası ilə deyir, öz ağacı göstərir, o ağacın altında deyir, yarım saat söhbət elədim. Atası Allah Subhanahu azizdən İslamı qəbul elədi. Yəni, tövhidi qəbul elədi, əhl-i sünnə namazına başladı. Ona görə, yəni bu qissənin faydalı olan hissəsini hara lazımdır bizə. Bəzən görürsən ki, günlərlə, aylarla danışırsan, keçərli olmur. Bir insan gəlir, bir dənə söz deyir, keçir. Söhbət orada ondan gedir ki, Allah Subhanahu kimin sözünə bərəkət verir? Kim tövhidi haqqı ilə daha çox yaşayırsa, Allah Subhanahu onun sözünə bərəkət verir. Qəlbləri fəth edir. Allah Subhanahu sevdirir. Ehtiyac yoxdur saatlarla danışasan. Görsən, bu dəqiqələr gedsən, minbərlərdən saatlarla danışırlar. Vallahi qəlblərə zərrə qədər təsirləri yoxdur. Səbəb nədir? Çünki o buradan gəlmir. Vərəqdən gəlir. Qəlbdən gələn sözlər vallahi qəlblərə oturur. Ona görə insan ixlasını düzəltməlidir. Hər şeydən qabaq odur, qardaşlar. Hər şeydən qabaq ixlasdır. Kimin tövhiddən nə qədər payı çox olacaqdırsa, bilsin ki, həyatında da bərəkəti o qədər çox olacaq, ətrafında da bərəkət olacaqdır və həmçinin əgər onun dərdi Allahdırsa, Allahın rızasıdırsa, Allahın dinidirsə, bilsin ki, vallahi heç kəs onu alçalda bilməz. Çünki onun dərdi aləmlərin Rəbbinin dinidir. Allah Azza və Cəllə onu heç kəsin qoymaz, onu kimsə alçaltsın. Allah Subhanahu heç vaxt onu qoymaz ki, kimsə onu zəlil eləsin. Ona görə qardaşlar, insan birinci nəyi bilməlidir? Bilməlidir ki, yəni duada da eynən insan Allah Subhanahu tərifləməklə başlamalıdır. Ən gözəl tərif də tövhiddir. Allahı təkləşdir. Həyatında yadına sal. Yadına sal Allah Subhanahu sənə hansı yaxşılıqlar eləyibdir. Bax, duada belə bir yaxınlaş Rəbbimlə. Ey Rəbbim, axı mən kim idim ya Rab? Məni hər kəs atmışdı. Sən məni çıxartdın ya Rab. Məni həmən vaxtda axı heç kəs mənə yaxın gəlmirdi. Ya Rab, sən mən elədin bunu. Bu kimi dualar elə. Və sən görəsən ki, necə ki Allah Subhanahu Duha surəsində bax Peyğəmbər sallallahu əleyhi və səlləmə nə deyir? Ələm yecidkə yetimən fəəvə. Bəyəm biz səni deyir, yetim olaraq tapdıq, yəni yetim olduğun zaman səni götürüb himayəmizə götürmədik mi? Səni deyir, yəni kimsəsiz olduğun halda biz sənə sahib çıxmadıq mı? Allah Subhanahu bunu Peyğəmbərinə deyirsə, biz biz necə Allaha dua edirik? Ya Rab, həqiqətən də vallahi bilin ki, Allah Subhanahu istəməyənə qədər heç kəs qardaş şəhadət gətirib İslam'a gələ bilməz. Allah Subhanahu bizi gətiribdirsə bura. Yadınıza salın hamımız cahillikdə hansı gündə olmuşuq. Nəyə görə gətiribdir? Nəsə eləmişik gətiribdir? Allah Azza və Cəllə vallahi hədiyyə veribdir. Çünki bunun dalında əgər insan sabit qalsa, bunun arxasında cənnət durur. Sənin hansı əməlin var ki, sən o əməlinlə cənnətli olmalıydın ki? Allah Subhanahu sənə sadəcə olaraq hədiyyə elədi, hamımıza. Lakin qədrini bilən, üzərində sabit qalan, o hədiyyənin qədrini bilən, onun üzərində ölə bilən insanın xoş halına. Amma Allah Subhanahu həmd olsun ki, Rəbbim üçün sabit qalanların, yəni sabit qalınmaq istəyənlərə Allah Subhanahu müvəffəq edir.
Və Peyğəmbər sallallahu aleyhi ve sellemin başqa bir hədisində də gətirir ki, İbn Abbas radiyallahu anh'ın hədisində gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hər hansı bir sıxıntı üz verdiyi zaman bu duanı eləyərdi. La ilahe illallahul azimul halim. La ilahe illallahu rabbul arşil azim. La ilahe illallahu rabbus semavatis seb' ve rabbul ard ve rabbul arşil kerim. Bu hədisləri qardaş, yəni çalışıb, yəni dərsdən sonra qulaq asarsınız, yoxsa başqa yerdən taparsınız. Çalışmaq lazımdır qardaşlar. Bu duaları öyrənmək lazımdır. Əzbərləmək lazımdır. Niyə? İnsan eyni dualarla Allah Subhanahu taala yaxınlaşanda elə bir ki, qəlb bir sinətər adiləşir ibadətlər ona. Eyni duanı deyəndə və eyni ibadəti hər gün deyəndə, misal üçün istiftah duası olsun, namaza başlayandan sonra, yəni qəlb neyir? Adiləşir. Yəni, bu ibadət sənin üçün adiləşir qəlbində. Amma insan dəyişəndə, bu dəfə bunu deyirəm, bu dəfə bunu deyirəm, bu duanı eləyim, təşəhhüddə Peyğəmbər sallallahu hansını eləyibdir, bunu eləyim, Peyğəmbər sallallahu aleyhi ve sellem sıxıntı hansını duanı elər, bunları insan öyrənməlidir. Sən onu öyrəndikcən, mən sizə söz verirəm, qardaşlar, nəyə görə bunu deyirəm, söz verirəm. Çünki Allah Subhanahu taala, yəni Allahın adından danışmaq deyil bu, Allah haqqında gözəl zənnə görədir. Vallahi əminəm ki, əgər biz Allah Subhanahu taalaya qarşı addım atsaq var ha, bir addım, necə ki hədisdə gəldiyi kimi, Allah Subhanahu taala bizə qarşı yeriyə gələcək. Sən bir aç, bir dua əzbərlə, Allaha o dua ilə yaxınlaş. Sonra sən gözləyirən ki, Allah sənə hansı xeyir qapılarını açacaqdır. Bəlkə də sən, o addımla elm qapısı üzünə açıldı. Şəxsən qardaş tanıyıram, deyir ki, namazın təzimi kitabını başladım oxumağa ki, Allaha düzgün ibadət edim. Allah Subhanahu taala o kitab vasitəsilə məni elm qapısını açdı və elm öyrənməyə müvəffəq elədi. Bir dənə o kitaba can atmağımla. İnsan Allaha doğru can atmaqla Allah Subhanahu taala onu daha xeyirli qapılar açır onun üzərinə. Amma insan ki, yerində eyni şeyi eləyir, elə bir ki, Allah Subhanahu taala da kim nə edir, Allah Subhanahu taala o cür qarşılıq verir ona. Görürsən, insan can atır insanlara xeyir verməyə, yaxşı işlər görməyə can atır, Allah Azza və Cəllə onu görürsən ki, özünü, ailəsin, başqa xeyirləri, yəni onun üzərinə açır, o qapıları açır ona. Niyə? Çünki insan xeyir dalınca gedir. Və başqa bir dualardan da Allah Subhanahu taala'nın götürək və ondan sonra biiznillah kifayətlənək bundan. Başqa bir dualarda Peyğəmbər sallallahu aleyhi ve sellem bir kişini görür ki, belə bir dua edir. Allahumma əs'əluka bi ənə ləkəl həmd. Allahım, səndən istəyirəm. Çünki deyir, həmd sənə məxsusdur. La ilahə illə ənt. Səndən başqa ibadətə haqq olan məbud yoxdur. Sonra nə deyir? Əl-mənnən. Ey bol neymətlər bəxş edən. Ya bədiəs-səməvati vəl-ard. Ey göyləri və yerləri yoxdan xəlq edən Allah. Ya heyyu, ya qayyum. Ey hey olan, qayyum olan Rəbb. Ya zəl-cəlali vəl-ikram. Ey izzət və cəlal sahibi olan Rəbbimiz. İnni əsəlükəl cənnə və əuzu bikə minənnar. Həqiqətən mən səndən cənnət istəyirəm və deyir, cəhənnəmdən də sənə sığınıram. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o elə bir dua ilə başladı ki, deyir, o dua ilə başlayana deyir, nədir? Duası rədd olunmaz. Və bununla da Allah Azza və Cəllə nəzdindən kifayətlənək.
Allah subhanətədən istəyək ki, Rəbbim bizim eşitdiklərimizi bizim lehimizə etsin, əleyhimizə etməsin. Allah azə və cəllə bizi eşitib faydalanlardan etsin. Allah azə və cəllə bizi və əhlimizi bağışlasın və bizi daha xeyirli toplum içərisində Rəbbim zikr etsin. Allah azə və cəllə bizə gözəl sonluq versin. Rəbbim bizim son anda, ölüm anında Allah azə və cəllə bizi şəhadət gəlməsini deməyə nəsib etsin. Allah azə və cəllə bizi peyğəmbərlərlə, sıddıqlarla birlikdə əşr etsin. Və cəhənnəmin səsini belə, görkəmini belə bizə görsətməsin. Subhanakallahumma Rabbana və bihamdik. Nəşhədu en la ilahə illə ənt nəstəğfirullah və nətubu ileyh. Amin.